Salam dostlar, xoş görürük sizləri. Qapı Bazarı efirdədir. Dostlar, bu heyvanı Şabrar rayonunun Ağalı kəndindən göndəriblər videosun. Heyvanın 3-cü qarnıdır, 10 günlük yanında dişi balası var. 6-7 litr süt verir. Yaxşı heyvandır, saxlanmalı heyvandır. Heyvan sahibinin əlaqə nömrəsi var məndə. Bu heyvan isə Xaçmaz rayonu Qusarçay kəndindədir. Heyvan 3 aylıq süni maylanma ilə toxumlanıb. Sənədi var. Sütü 15 litrdir, yaxşı yağlı sütü var. 2950 manata təklif olunur bu heyvan. Təmiz İvanovka sortudur. Qardaş bu videonu Şabrar rayonunun Ağalı kəndindən göndərir. 5 baş erkək saxlanmalı, sağlam danalardır. Heç bir problemləri yoxdur. Qardaş bu heyvanların 5'ini 5200 manata təklif edir. Xaçmazda, Ağaşirinova kəndində belə bir simental heyvan satışa çıxıb. Heyvanın 3-cü qarnıdır. 8 aylıq boğazdır. Təmiz simentaldır. Təzə doğanda 16-18 litr süt verib. Yaxşı yağlı sütü var. Heç bir problemi yoxdur. Qardaş bu heyvanı 3850 manata təklif edir. Real alıcı ilə razılaşmaq olar. Xaçmazda təmiz İvanovka sortu satışa çıxıb. Heyvanın 3-cü qarnıdır. 8 aylıq boğazdır. Təmiz İvanovkadır. Təzə doğanda 24-25 litr süt verir. Çox sakit maldır. Yaxşı yağlı sütü var. Qardaş bu heyvanı 3850 manata təklif eləyir. Quba rayonunun Dağlı kəndində 2 baş, 1 bala verən kök, qısır, kəsimlik heyvanlar satışa çıxıb. Heyvanlar bağlı şəraitdə bəslənilib, yaxşı kök heyvanlardır. Hərəsi bir bala verib. Qardaş bu heyvanların cütünü 4200 manata təklif eləyir. Videoya baxın, sonraki heyvanı da görəcəksiniz. Çox yaxşı kök heyvanlardır. İki baş heyvan çıxıb, kəsimlik heyvan. Biri 5 bala verib, biri 6 bala verib. Xaçmaz rayonunun Dərəcən kəndində. Qardaş bu heyvanların cütünü 2600 manata təklif eləyir. Maraqlananlar mənimlə əlaqə saxlaya bilərlər.
Qubada belə bir təmiz qala sortu satışa çıxıb, safqandır. Heyvan 10 aylıqdır. Qoşluq damazlığa yararlı bir heyvandır. Heyvan satılır, həm də boğaz balalı qoyunlarla da barter oluna bilər. Xaçmazda belə bir heyvanlar, damazlıq heyvanlar satışa çıxıb. Cəmi 39 başdır, ana qoyundur. Hamısı cavan heyvanlardır. İçində 1-2 yaşlı heyvan var. Qardaş bu heyvanları 15.500 manata təklif eləyir. Hamısını real alıcı ilə razılaşmaq olar. Tərtərdə 7 baş Romanov qoyunu satışa çıxıb. Heyvanların 4'ü dişi, 3'ü erkəkdir. Qardaş deyir ki, kom alan olsa hər birini 370 manatdan satış eləyə bilər.